Değerli müşterilerimiz, hoş gördük sizleri. Binə qəsəbəsində, mərkəzə çox bir yaxın yerdə Kupça paket, 2 mərtəbə evimiz çıxıb satışa. Gördüyünüz kimi geniş həyəti, kupçalı, yəni balkonlu bir evdir. Asfalt yolunun üstündədir. Evimiz təcili çıxıb satışa. Kupça paket, evin hər bir tərəfinin giriş çıxışı var. Arxa tərəfi tam bağdır. Həyətində gördüyünüz kimi Malava Sanitar Samuzer qovşağı var, çəni. İnşallah keçən evimizin alt mərtəbəsinə gördüğünüz gibi Navis balkon sistemidir. Əlavə yeni orada kladovkası. İnşallah keçən yerin içine. Evimiz çok büyüktür. 3 sotdur. Evimiz həyəti 250 kvadratda evin yanı ümumi sahəsidir. Dünən də gördüğünüz kimi tam istip oldu. Evimiz birinci mərtəbə bütün istip oldu. Sonda yerləşir mətbəxdir. Təbii ki, mətbəx məbəli qalacaq. Bahalı mətbəx məbəlidir. Burada yerləşir geniş qonaq otağımızda. Evimiz beton monolitdir. Bak gördüğünüz gibi evimizin de tam arkası bakış hissəsidir. Yani rahat evin her bir tarafının giriş çıxışı var. Keçən burada kombi yerdə, kombi otağıdır gördüğünüz gibi böyle. Aşağı sözüm. Bu da bizim geniş bir dənə Sanitar Samuzer qovşağı. İkinci mərtəbəmizi gördüğünüz kimi pləkanı çox keyfiyyətli yığılıb. Bizim ikinci mərtəbənin çıxışıdır dəyərli müştərilərimiz. Sağında yerləşir geniş yataq otağıdır. Dediyim kimi beton monolitdir. Binə qəsəbəsi mərkəzə çox yaxındır. Bu ikinci yataq otağımızdır. Bu da bizim üçüncü yatağımızdır dəyərli müştərilərimiz. Əlavə Sanitar Samuzer qovşağı ikinci mərtəbə. Burada mansarıdır. Görüyorsunuz geniş mansar. Mansardan birbaşa yani güneşli görsən burada. Çok hündür kürsülü yerdir. Değerli müşterilerimiz evimizin qiyməti çıxıb satışa 114.000 manatdan. Allah xeyrini versin. Değerli müşterilerimiz hoş gördük sizleri. Binə qəsəbəsində, mərkəzə çox bir yaxın yerdə Kupça paket, 2 mərtəbə evimiz çıxıb satışa. Gördüyünüz kimi geniş həyəti, kupçalı, yani balkonlu bir evdir. Asfalt yolunun üstündədir. Evimiz təcili çıxıb satışa. Kupça paket, evin her bir tərəfinin giriş çıxışı var. Arxa tərəfi tam bağdır. Həyətində gördüğünüz kimi Malava Sanitar Samuzer qovşağı var, çəni. İnşallah keçən evimizin alt mərtəbəsinə gördüğünüz kimi Navis balkon sistemidir. Əlavə yeni orada kladovkası. İnşallah keçən yerin içine. Evimiz çok büyüktür. 3 sotdur. Evimiz həyəti 250 kvadratda evin yanı ümumi sahəsidir. Dünən də gördüğünüz gibi tam istip oldu. Evimiz birinci mərtəbə bütün istip oldu. Sonda yerləşir mətbəxdir. Təbii ki, mətbəx məbəli qalacaq. Bahalı mətbəx məbəlidir. Burada yerləşir geniş qonaq otağımızda. Evimiz beton monolitdir. Bak gördüğünüz gibi evimizin de tam arkası bakış hissəsidir. Yani rahat evin her bir tarafının giriş çıxışı var. Keçən burada kombi yerdə, kombi otağıdır gördüğünüz gibi böyle. Aşağı sözüm. Bu da bizim geniş bir dənə Sanitar Samuzer qovşağı. İkinci mərtəbəmizi gördüğünüz kimi pləkanı çox keyfiyyətli yığılıb. Bizim ikinci mərtəbənin çıxışıdır dəyərli müştərilərimiz. Sağında yerləşir geniş yataq otağıdır. Dediyim kimi beton monolitdir. Binə qəsəbəsi mərkəzə çox yaxındır. Bu ikinci yataq otağımızdır. Bu da bizim üçüncü yatağımızdır dəyərli müştərilərimiz. Əlavə Sanitar Samuzer qovşağı ikinci mərtəbə. Burada mansarıdır. Görüyorsunuz geniş mansar. Mansardan birbaşa yani güneşli görsən burada. Çok hündür kürsülü yerdir. Değerli müşterilerimiz evimizin qiyməti çıxıb satışa 114.000 manatdan. Allah xeyrini versin.